وقل رب زدني علما. İbn Abbas radiyallahu anhu rivayet edir bu hadisi. Bir gün Peygamber sallallahu aleyhi ve sellemin yanına iki nefer gelir. Abu Bakr ve Ömer radiyallahu anhu. Onlar gəlib çatır və görürlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin halı pisləşib, vəziyyəti yaxşı deyil. Amma çöldə insanlar onu iman dayanması üçün gözləyirlər. Abu Bakr deyir, ya Rasulallah, səni insanlar gözləyir, gəl iman dayan, namaz qılaq. Peyğəmbər sallallahu aleyhi və səlləm özü əsasından tutaraq qalxmağa çalışır, amma qalxa bilmir, yıxılır. Abu Bakr və Ömərə deyir, əlimdən tutun və məni qaldırın. Peyğəmbər sallallahu aleyhi və səlləm bu dəfə də qalxa bilmir və Abu Bakr'a deyir, ey Abu Bakr, get iman dayan, onlara namazı qıldır. Abu Bakr isə bunu görür, çox kədərlənir, ağlayır, dura bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu əməli bizə namazın nə qədər dəyərli olduğunu göstərir, nə qədər vacib olduğunu göstərir və sonda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, ey insanlar, ey ümmətim, namaz, namazı tərk etməyin, 3 dəfə təkrarlayır. Bu bizim Allaha təşəkkürümüzdür, şükrümüzdür, həmdimizdir bu qədər verdiyi nemətlərə görə. Ona görə namazın qədrini bilin, Allaha tərəf dönün və batildən uzaqlaşın və Allaha şükr edin, təşəkkür edin və onun cənnətini, əffini diləyin ondan. Nəstəğfiruka və nətubu ileyh. Velhamdülillahi Rabbil alemin.